Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Əziz müminlər, Allahın izni ilə bugün fitrə zəkatı ilə əlaqəli bir məsələni oxuyub siz əzizlərin nəzərinə çatdırarıq. Məsələyə keçməmişdən əvvəl bir sual səsləndirək və daha sonra məsələni oxuyub həmin sualımıza cavab taparıq. Sual bundan ibarətdir ki, hər il Ramazanda, Ramazan ayının axırlarında və yaxud da Ramazan bayramı günündə belə bir problemli məsələlər ortaya çıxır. O da nədir? Həmin o məsələ bundan ibarətdir ki, fitrə zəkatını görürsən ki, möminlər kartla, ödəmə terminal vasitəsilə hansısa bir fəqirə yollayırlar. Adətən hər il Ramazanın axırlarında görürsən ki, kimlərsə müəyyən kart nömrələri, hesablar paylaşırlar ki, ehtiyaclı ailədir, fəqirdir, xəstədir və s. Fitrənizi bu karta yollayın, bura göndərin, bunlara yardım edin və s. İşim yoxdur, ehtiyaclıya, fəqirə dəstək olmaq, kömək olmaq əladır. Amma fitrə zəkatı vacib bir məsələdir, vacibində bunun müəyyən bir əda etmək qaydası var. Yəni, elə kim nə cür istədi, vacibi yerinə yetirə bilməz. İndi bu cür etmək, yəni kartımdan fəqirin kart hesabına pul göndərirəm, deyirəm fitrə zəkatımdır. Yaxud əlimdə fitrə zəkatının terminal vasitəsilə, ödəmə terminal vasitəsilə, köçürmə yolu ilə fəqirin hesabına atıram, deyirəm, fitrə zəkatımı verdim. Yaxud o paylaşılan kartların hesablarına köçürürəm, deyirəm, fitrə zəkatımı verdim. Bu düzgündür, yoxsa yox? Bu suala cavab olaraq Seyyid Əli Sistaninin Minhacus Salihin adlı risaləsindən səhifə 423, məsələ 1183. Bu məsələni oxuyaq, görə Seyyid burada nə buyurur? Yəni, Seyyidin müqəllidləri üçün çox mühüm, diqqət olunması bir məsələdir. Bismillah, Seyyid buyurur ki, İza uziləl fitrə fi malin, o zaman ki, fitrə zəkatı bir maldan ayrıldısa, məsələn, mükəlləf, mal deyəndə ümumidir. Yəni, pul da ola bilər, hansısa bir qida, malın özü də ola bilər. Seyyid buyurur ki, mükəlləf ki, şəxs, həmin fitrə zəkatı çıxmaq istəyən şəxs, ayırdı, pulunun içindən tutaq ki, bir 50 manat ayırdı ki, bu mənim fitrə zəkatımdır, bunu fitrə olaraq verəcəm və yaxud da filan müəyyən qədər də bir mal, tutaq ki, qida növlərindən ayırdı ki, bu mənim fitrə zəkatım olsun. Vaxtı ki, bunu ayırdı, Seyyid buyurur ki, təəyyənət. Bu şəxsin ayırmağı ilə təyin olar ki, bu şəxsin fitrəsi artıq budur. Bu nə deməkdir? Nəticəsi budur ki, fəla yəcuzu təbdiluha. İcazəli deyil şəri cəhətdən ki, onu mükəlləf dəyişdirsin. Dəyişdirsin, fəqirə başqa bir şey çatsın. Həmin o fitrə zəkatı nə ki təyin oldu, ayrıldı, bu mənim fitrəmdir, həmin o fitrənin özü gərək fəqirə çatsın. Yəni, mənim sözüm deyil, istəyən şəxslər müraciət eləyə bilər, kitabın da adını dedim, məsələni də yerini dedim, baxa bilərlər. Fitrə zəkatı bir maldan ayrıldısa, təyin olunar və icazəli deyil şəri cəhətdən ki, onu dəyişəsən. Vaxtı ki, icazəli deyil onu dəyişəsən, indi gəlin belə bir əvvəldə qeyd elədiyim suala cavab tapaq. Mən təyin elədiyim 50 manatı gedirəm, ödəmə terminalından göndərdim fəqirə. Həmin o paylaşılan nömrəyə, kart hesabına göndərdim, getdi. Bu icazəlidir, yoxsa yox? Seyyid buyurur ki, fitrəni dəyişmək icazəli deyil. Mən ki, terminala daxil elədim pulu, o qaldı orada. Təyin elədim fitrə, pul qaldı orada. Fəqirin hesabına 50 manat bir hesab artdı ondan. O da getdi, həmin 50 manatı çıxartdı fərz eləyək ki. Fəqirin əlindəki 50 manat mənim göndərdiyim 50 manatdır, xeyr. O qaldı orada, başqa bir pul onun əlinə çatdı. Və yaxud heç çatmadı, o kartdan getdi, alış-veriş elədi ehtiyacına.
Və yaxud da kartımdan, kart hesabına pul atıram. Deyək ki, kartımdan 50 manat göndərdim başqa bir karta. Əvvəla sən ayırmamısan, fitrə zəkatı təyin eləməmsən. Onun da hesabına müəyyən bir məbləğ pul oturdu, o da onu xərclədi. Demək olarmı ki, sən fitrə zəkatını çıxdın, əda elədin? Xeyr, bu cür fitrə zəkatı olmur. Bəs nə etmək lazım? Bunun çıxış yolu nədir? Bu məsələni necə həll etmək olar? Məsələni gördük ki, olmaz, dəyişmək olmaz. Burada 3 yol var. Asan yoldur, buna müraciət eləməklə bu cür problemdən xilas olmaq olar. Bir yol budur ki, şəxs, mükəlləf, fitrə zəkatı ki, ayırıb, zəhmət çəksin, getsin, fəqirə əlbəl çatdırsın, fəqir də onu qəbul eləsin. Yəni, fitrə zəkatına müstəhəq olan şəxs, hər kasıb da yox. Çünki vacibatdır, gərək diqqət eləyək ki, bunu kimə veririk. Bu barədə ayrıca bir videomuz var kanalda ki, fitrə zəkatı kimlərə verilməlidir. Ona baxsanız yaxşı olar. Həmin o, belə deyək ki, kriteriyalarda olan fəqiri, müstəhəqqi tapdı, apardı əlbəl verdi, o da qəbz elədi, götürdü. Birinci yol budur. Şəxsin boynundan düşdü, təyin elədiyim fitrə dəyişmədi, verdim ona, o da götürdü, oldu onun malı, mülkü, indi o götürəndən sonra nə istəyər eləyər. İkinci yol nədir? İkinci yol budur ki, vəkalət. Vəkalət nə cür? Tutaq ki, fəqirdən vəkalət alırsan. Ay filan kəs, sən məni vəkil elə, mənim sənə çatan əmanətim var. Sənin adından, sənin tərəfindən o pulu mən malı götürüm. Fəqir də səni vəkil eləyir öz adından ki, sənin əlim mənim əlim. Heç bir fərqi yoxdur, səni vəkil edirəm öz adımdan, götür. Məsələn, sən də 50 manatı qoyursan, məsələn, masanın üstündədir, fərz eləyək. Niyyət edirsən ki, bunu fəqirin adından, onun tərəfindən vəkil olaraq götürürəm. Bu mənim fitrəmdir, onun tərəfindən də götürdüm. Və xəbər verirsən, ay filan kəs, götürdüm sənin adından, artıq oldu sənin. Bu pulu necə eləyim, necə çatdırım sənə? Əlbəl olsa lap yaxşı. İndi uzaqdır, gələ bilmir, çətindir və s. Kart hesabıma ataram, ora yollayarsan, Allah qəbul eləsin. O şəxs da kart hesabını yollayar, bu pulu atar onun kartına. İndi burada sual yaranar ki, bəs yenə də axı o karta getdi, dəyişmək burada baş verir, vermir? Xeyr, baş vermir. Nəyə görə? Çünki məsələdə oxuduğumuz budur ki, təyin olunur və fəqirə çatmadan dəyişilir. Fəqirə çatdısa bu pul, elə bir ki, mən vəkalətlə yox, fəqirə apardım, əlbəl verdim 50 manatı. Bu fəqir götürdüsə məndən, oldu onun malı mülkü. Necə istəyir, elə eləyə bilər. İstəyər onu öz kartına qoyar, istəyər gedə alış-verişi, öz işidir. Vaxtı ki, öz kartına qoya bilirdi, heç bir problem yox idi, pul onundur, nə istəyər eləyər. İndi mənə deyir ki, qardaş, bir zəhmət sən onu mənim kartıma at, mən onu ehtiyacıma sərf eləyim. Yəni, əsas məsələ budur ki, ya fəqirə çatsın əlbəl, ya fəqirin vəkaləti ilə, səni vəkil etməyi ilə sən onun əli rolunu oynayaraq onu götür, özünə xəbər ver, nə istəyər o cür elə. Bu ikinci yoldur ki, vəkalət yolu. Üçüncü yol nədir? Fəqirə həmin pulu fitrə zəkatı niyyət etmədən, təyin etmədən həmin o pulu, o məbləği, o malı göndərirsən fəqirə. Xəbər verirsən ki, sənə 50 manat pul atmışam, əmanətdir, çıxart mənə xəbər ver. Fəqir də o pulu gedir, çıxardır, xəbər verir ki, hay qardaş, bax, pul məndədir, 50 manat, əmanət olaraq vermişdin, hə. Lap qalsın səndə 1-2 günə, bayram günü xəbər verərəm. Bayram günü, yaxud elə bayramdan qabaq fərqi yoxdur. Çünki Ramazan ayı ərzində insan fitrə zəkatını çıxıb da verə bilər. Heç bir müşkülü yoxdur. Hə, fəqir onu çıxartdı, xəbər verdi ki, əmanətin məndədir 50 manat puldur. Hə, indi bu şəxs nə deyir? Deyir, qardaş, əlindəki olan mənim pulum ki var, əmanət olaraq vermişəm sənə. O pulu mən təyin edirəm, sənin əlində olan pulu. Amma şərtdir, ha, geri çıxartsın əlində ki, bu da ona əlindəkini təyin eləsin. Yəni, deməsin, kartıma pul oturub neyniyim? Çıxartsın bir zəhmət, xəbər versin. Bu da desin ki, hə, sənin əlində olan o pul ki var 50 manat, mən o pulu təyin eləyirəm ki, mənim o pulum, mənim fitrə zəkatımdır, qürbətən ilallah, mən onu elə verirəm sənə. Sən onu
götür. Sənə onu fitrə olaraq verirəm. Bu şəxs də onu götürür, Allah qəbul eləsin, qurtardı getdi. Yəni belə deyək ki, bu da öz adından onu vəkil eləyir ki, hə, sən o pulu elə bir ki, mənim adımdan götür özünə. Mən sənə verdim, sən də götür. Yəni mənim pulum da səndədir. Hə, artıq burada nə baş verdi? Burada o baş verdi ki, mən əvvəl heç nə təyin etmədən müəyyən bir məbləğ pulu göndərdim ona. O pulu çıxardandan sonra mən də onun əlində olan həmin o pulu təyin elədim ki, bu pul mənim fitrə zəkatım olsun. Ondan sonra verdim ona. Bu da üçüncü yoldur ki, bu üç yoldan biri ilə şəxs həmin problemi həll edə bilər. Yəni fitrəsi də boynundan düşər, vacibi də düzgün şəkildə əda etmiş olar. Yox, bu qaydaları müraciət etməsə, elə paylaşılan kartlara pul atsa, terminaldan pul göndərsə, filan kəs sənin kartıma pul atmışam, hə, Allah qəbul eləsin. Yaxud heç bilmirsən kimə gedir. Misal üçün, şəkil paylaşılır, bu xəstədir, kasıbdır, buna pul atın, atdım, getdi. Seyyid buyurur ki, icazəli deyil. Hətta həmin sənin təyin etdiyin fitrə zəkatı tələf olsa, nə buyurur həmin məsələdə? Daminaha iza tələfət. Həmin fitrə zəkatı tələf olsa, aradan getsə, həmin şəxs ona zamindir. Zamin deyən nə? Boynundan düşməz. 1 il sonra, 5 ay sonra, 10 il sonra bilsə ki, hə, mən fitrə zəkatımı düzgün çıxmamışam. Onda nədir? Ehtiyat vacib budur ki, vaxtı keçmiş olsa belə, Seyyid buyurur ki, ehtiyata əsasən, Risalədə də var. Ehtiyata əsasən, qurbətən illallah, həmin o fitrəni, boynunda olan fitrə zəkatını nədir? Mütləq çıxmalıdır. Çünki fitrə zəkatı ancaq dediyimiz bu yollarla şəxsin boynundan düşər. Yəni, bu yollara müraciət etmədən, dəyişmə yolu ilə getsə, o şəxsin boynundan düşməz. Əziz möminlər, güman edirəm ki, bu məsələni bacardığım qədər sizə çalışdım ki, çatdıram həllini və siz də düşünürəm ki, dediklərimdən anladınız ki, bu məsələnin həlli nə cür olar. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.